like qoyanda maaşlarını kəsirdilər. Və yaxud deyirdilər ki, baxma, Rafael çıxır danışır, çox şey danışır. Deyən yoxdur, düz danışır. Danışıram, bəli. Çünki eşidən yox, dinləyən yox, sayan yox. Danışmalıyam da. Nə oldu? Rafael'i limon kimi belə suyunu sıxanda, dünya Avropa çempionatı olanda deyəndə ki, dizim ağrıyır, deyirlər, sən yerlisən, dağlısan, Azərbaycanlısan, sənin qanun Azərbaycanlı, sən döyüşməlisən. Mən razıyam. Və çıxırdıq bir ayaqdan bir dənə də döyüşü durduq. İstər Avropa çempionatı olsun, istər dünya çempionatı olsun. Bir günüm ki, və ayağıma dərman lazımdır, dərmanın pulun lazımdır, iynəsi. Federasiyadan mənə nə cavab oldu? Bunun ölüm müəllimə heç bir adiyyəti yoxdur. Mənə dedilər ki, Rafael bezdirmirsən səndə. Və dünyanın bir nömrəli idmançısına Rafael'ə bugünkü gün deyirlər ki, bezdirmirsən, bəs nə qədər iynə vurmaq olar? Mən robotam. Mən nə istəyirəm? Mən deyirəm ki, mənə maşın alın, mənə pulu verin. Ayağım zədəlidir. Bunu iynəni vurum ki, hambal kimi işləyim də. Onda deyən yox idi. Hamı deyir, amma şeydir, Avropa oyundan 150 min pul qazananda, İslam oyunlarından 150 min pul qazananda, Olimpiyadan 300 min pul qazananda deyirlər ki, ortalığa bir dənə şey eləyək, ora pula taq, hamıya verəcəyik. Bəs mən yarışa hazırlaşanda hamı hardaydı? Sözlə demək lazım deyil. Rafael, biz sənin arxandayıq. Biz sənin yanındayıq. Bugünkü mən yan görəmə baxanda, mən o insanları görmürəm. Yəni, bu bir mənalıdır. Heç kim məndən inciməsin. Mən demirəm ki, mən bu günləri karateye gəlsəm, VKF-i mənə həvalə eləsələr və birlə mən dünya çempionu. Yox, mən də çalışmalıyam, mən də işləməliyəm. Mən mənəm demirəm ki, məndən başqa məhdçi yoxdur, yox. Düzdür, dünyada bir nömrəli idmançıyam. Məhdçi fəaliyyətim çox az olub. 11 ay baş məhdçi olmuşam mən. O zamanlar olmuşam ki, yığma komandanın 18-21 yaş qruplarında olmuşam və 11 ay ərzində bir dənə dünya çempionu, 2 dənə Avropa və bir dənə də Avropa üçüncüsü xanımlar arasında 11 aya bu qədər rezultat vermişəmsə, bu nəyisə bildirir və mən hər zaman idmançı olaraq necə üstündə çalışırdımsa, indi də mənim Qara Brilyant klubum var və orada tələbələrimin üstündə, yəni tələbələrimin arxasında, tələbələrimin yanında dururam. Maddiyyatdan düzdür, biraz çətinliyimiz var, amma ki, əlimdən nə gəlirsə, bir dost kimi, yoldaş kimi, mən də bir valideynəm bugünkü gündə, çünki mənim də balalarım var, amma əlimdən nə gəlirsə mən tələbələrimə öyrədirəm.